Bura taxıl sahəsi adı ilə girmişik. Gördüyünüz kimi taxıl da var. Taxıl var yoxsa qamış var? O da bir ayrı məsələdir. Gördüyünüz kimi. Qulluq olmayanda sahə bu hala düşür. Hansı aqroparkda qeyd eləməyəcəm, amma bu qədər xərc çəkilib, gördüyünüz kimi pivot qurulub. Gübrə verilib. Bir dənə alağa qarşı, əsasda qamışa qarşı bir tədbir görülməyib. Düzdür, qamışa qarşı tədbir biraz çətindir, amma ki, tədbir görülə bilərdi. Tədbir görülsə, bu halların heç birisi yaşanmazdı. Qamışlıqdan çıxıb, qamışlığa daxil oluq. Görürsünüz sahəni. İndi bu sahəyə sığorta ilə bağlı gəlmişik. Bu sahə sığorta qarşılamayanda günahkar sığortada yox, özlərində axtarsalar daha yaxşı olar. Sahənin hər tərəfi bu gündədir.